Səhər uyandım. İsmi bəynimi dəyişdim, amma bir şeylər qəribə idi. Hazırlığa getmək üçün evdən çıxdım. Bayırda quşların səsi, yüngülcə əsən küləyin ağac yarpaqlarına dəyib çıxartdığı xışıltı, hamısı daha aydın eşidirdim. Evə qayıtdım. Dərs oxumaq üçün masaya oturdum, amma oxuya bilmədim. Bir-iki videoya baxıb oxumağa başlayaram dedim. Birdən gecə oldu. Sabah eləyərəm də, deyib yatdım. Bu gün nəticələrim açıqlanıb və imtahanı çox pis yazmışam. 100 bal keçsəm böyük şeydir. Saytı açdım və nəticə böyük bir heç. 86.73 bal. Dərs oxumaq üçün masaya oturdum, amma oxuya bilmədim. Özümü məcbur elədim və başladım oxumağa. Bu gün nəticələrim açıqlanıb və imtahanı çox yaxşı yazmışam. Ən az 260 bal gözləyirəm. Saytı açdım, nəticəni mən də belə gözləmirdim. Tam olaraq 286.43 bal.